Mənim hakimim Tanrıdır. Kitab Norveçdə dedektiv Harry Hollinin ətrafında baş verən silsilə qətllərdən bəhs edir. Harry vəzifəyə yenicə təyin olduğu təhlükəsizlik xidmətindəki işə başladığı vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkəyə daxil olan silah haqqında məlumat alır. Gənc detektivin araşdırmasına əsasən bu nadir tapılan silahla Norveçdəki neonasistlər arasında bir bağlantı olduğu qaçınılmazdır. Elə bu ərəfələrdə İkinci Dünya müharibəsi dövründə köhnə nasist simpatizanı olan Hallgrim deyil, küçə zibil qablarının yanında ölmüş vəziyyətdə tapılır. Bəli, silsilə qətllər başlayır, amma Harry'nin işi olduqca çətindir. Amma güclü analiz etmə qabiliyyəti olan həmkarı Ellen ona bu izin açılmasında köməklik göstərir. Bir müddətdən sonra Ellen bu cinayət işi ilə əlaqəli olan bir şəxsdən şübhələnir və Harry'yə zəng edir. Harry rəsmi bir mərasimdə başı qarışıq vəziyyətdə olduğundan Ellen onunla əlaqə saxlaya bilmir. Ellen Harry'yə həmin gizli məlumatı ötürməyə macal tapmamış, onu təqib edən bir şəxs tərəfindən amansızlıqla qətlə yetirilir. Həmkarının ölümündən sonra Harry az qala dəliyə dönür, amma o özünü tez bir zamanda yenidən bu işə kökləyir. Kimliyi bəlli olmayan bu qatil isə dayanmaq bilmir və silsilə qətllər davam edir. Kitab boyunca bir sıra suallar meydana gəlir. Bu sirli qatil kimdir? Onun bu cinayətləri törətməkdə məqsədi nədir? Harry cinayətkarı tapıb onu dayandıra biləcəkmi? Bütün bu suallara cavab tapmaq istəyirsinizsə, hər səhifəsi həyəcanla dolu olan, oxucunu elə ilk hissədən maraq dairəsində saxlayan və möhtəşəm bir sonluqla yekunlaşan Jo Nesbonun Qızıl Gərdan kitabını mütləq oxuyun. Növbəti listə hansı kitabı şərh etməyini istəyirsinizsə, şərhlərdə bildirin. Daha maraqlı kitab tövsiyələri üçün səhifəni izləməyi